Deməli, bəylər Eyübovun qardaşının xarici ölkələrdə 60 milyonluq mülkləri ortaya çıxıb. O vaxt yadımdadır ki, dəmir burunun mühafizəsi bəylərim bir qohumu var idi. Adı da Robert idi. Harda kiminlə sözü çəp gəldi, silaha əl atırdı. Hətta bir dəfə zirzəmidəki məkana əl qumbarası da atmışdı. Amma həbs olunmurdu. Azərbaycanda kiçik bir etiraz edəni vətən xaini, xarici agent adı ilə həbs edirlər. Amma belə qədəçələr xalqı hər cür təhqir edə bilir, həbsdə olunmurlar. İndi də bəylərin o biri qədəçələri xalqın sərvətini xaricdə yeyib talayırlar. Burun bəyin yeyimcil ətrafı və özü düşünür ki, elə belə də gedəcək, yeyib talayacaqlar. Amma mən sizi əmin edirəm ki, bunların burunlarını yerə sürtüləcəyi günə az qalıb. Dəlilim də tarixi təcrübədir. Nə Qəddafi, nə Səddam, nə başqa diktatorlar əbədi hakimiyyətdə qala bilmədiyi kimi, bunlar da qala bilməyəcəklər və xalq bunların burnundan fitil-fitil gətirəcək o yediklərini. Əgər videolarımdan anında xəbər tutmaq istəyirsinizsə, digər şəbəkələrdə, xüsusən də Telegramda məni izləyin.